Bağırsaq xərçəngi ilk mərhələdə simptom vermir və gec aşkarlanır. Sinir uclarını qıcıqlandırmadığı üçün ağrı simptomu vermir. Ən təhlükəlisi də odur ki, bu xəstələr çox vaxt deyirlər ki, heç ağrım da yox idi. Amma xəstəlik inkişaf eləyir. İlkin mərhələdə ağrı vermir. Qanaxma mikroskopik olur, ona görə xəstə bunun fərqində olmur. Eyni zamanda adi şikayətlər, köp, qəbizlik, nəcisdə olan dəyişikliklərlə özünü büruzə verir. Sadəcə xəstə mənim heç bir şikayətim yoxdur deyə bildirir. Amma xəstəlik gec aşkar olunmaq yolunda irəliləyir. Əgər 45 yaşdan yuxarı yaşınız varsa, dediyimiz göz ardı edilən simptomlarınız varsa, ailə anamnezində bağırsaq xərçəngi olan qohumlarınız varsa, eyni zamanda səbəbsiz qan azlığı, səbəbsiz qəbizlik, bu kimi şikayətləriniz varsa, mütləq müayinə olunmalısınız. Müayinəniz isə çox sadədir. Qorxulu hesab elədiyiniz kolonoskopiya bəzən erkən mərhələdə bağırsaq xərçəngini aşkar etmək üçün sizin üçün bir işıqdır.